gedişatı izləyirik, hadisələri görürük. İsrailin taleyi necə olacaq? İsrail artıq Hizbullah da aradan hücuma keçməsə belə Livan istiqamətindən Qəzzada olan Hamas məhv edə bilər, sıradan çıxara bilər. İsraili qaradan hərəkətə keçsələr, İsraili dövlət kimi yox edə bilərlər. Niyə belə düşünürsünüz? Hadisələr onu göstərir. Düşünün ki, İsrail haqqında böyük bir əfsanə və miflər yaranmışdı ki, onun dəmir dəbilqəsi var, doğru mu? Dəmir qübbə. Qübbə deyirlər. O var, oradan heç nə içəri düşə bilməz, quş quşduğundan uça bilməz. Savaşın son günlərində bəlli oldu ki, artıq İranın atəş füzələri tam istədikləri hədəfi vura bilir. Böyük dağıntılar yaradır. Çox saylı insanların ölümü, əskərlərin ölümü. İsrailin xalqının, İsrail dövləti haqqında düşündükləri də məhv oldu. Bugün artıq İsrail xalqı da İsrail dövlətinin gücünə və qüdrətinə inanmır. Bu da ciddi bir sıxıntı yaradır. İçəridə böyük bir narazılıq var. Savaş getdiyi bir zamanda təbii ki, daha çox çalışırlar ki, birlik nümayiş elətdirsinlər, amma bu birlik yoxdur. Və digər tərəfdən də bilirsiniz ki, Livan Hizbullah bir silahlı örgütdür. Dövlət deyil. Füzələri, tankları, topları, tüfəngləri olan bir silahlı gücdür. Və bu silahlı güc artıq İsrailə öz sözünü deyə bilir və ciddi dağıntılar yarada bilir. İranla Amerika danışıq aparır, İsraildə Livanla danışıqlar. Görün İsrail nə günə qalıb ki, Livandan danışıqlar aparır. Ateşkəslə bağlı. Yəni Livanın məğlubiyyətinin təsdiqinlə bağlı bir danışıqlara getsəydilər, qüdrətli İsrail obrazı ortada olardı. Amma bugün ateşkəslə bağlı, barışıqla bağlı İsrail Livanla danışıqlara gedir və eyni zamanda da İslamabadda, Pakistanda Amerika kimi qüdrətli bir dövlət İranla danışıqlar aparır ki, savaşın barış hissəsi necə olacaq? Bu mümkün olacaq ya olmayacaq. Amerikanın görün nə görə qalmasının tam təfərrüatı ortadadır. İsrailin durumu daha acınacaqlıdır. Amerika bugünkü dünya konjunkturasında apardığı siyasətdə müəyyən manevrlər edib, tam mənada məğlub duruma gəlmək şansı var. Amma artıq İsrailin bir dövlət kimi yaşamasının şansı yoxdur. İsrail çox acınacaqlı bir durumdadır. Çoxları hesab edir ki, savaşa Amerikanın İsrail sürükləyib. Bu belədirsə, bu İsrailin böyük faciəsidir. Amerikanın da mən hesab edirəm dövlət olmaması anlayışıdır.